Heç hiss etmirsiniz ki, nə qədər çalışsanız da vəziyyət dəyişmir. Bir müddət sonra düşünürsünüz ki, aha, onsuz da heç nə alınmayacaq, ən yaxşısı heç nə etməyim. Əgər bu hissi yaşamısınızsa, tək deyilsiniz. Psixologiyada buna öyrənilmiş çarəsizlik deyilir. Bugün Martin Seligmanın məşhur nəzəriyyəsi əsasında bu anlayışın həyatımıza necə təsir etdiyini və bundan necə çıxa biləcəyimizlə bağlı danışacağıq. Nəzəriyyə 1960-cı illərdə psixoloq Martin Seligman tərəfindən irəli sürülüb. Seligman mühitdəki olumsuz şərtləri nəzarət edə bilməyən canlılar üzərində təcrübələr aparırdı. Heyvanlar nə edirlərsə etsinlər, xoşgəlməz situasiyadan, məsələn, zəif elektrik şokundan qaçmağın imkansız olduğunu görürdülər. Ən maraqlı hissə isə bundan sonra başlayırdı. Heyvanlara qaçmaq, özlərini xilas etmək üçün tam imkan yaradıldıqda belə, onlar artıq heç bir cəhd etmirdilər. Çünki onlar çarəsizliyi öyrənmişdilər. Bəs bu, insan həyatına necə təsir edir? İnsanlar da həyatda dəfələrlə uğursuzluqla və ya nəzarət edə bilmədikləri çətinliklərlə qarşılaşdıqda öyrənilmiş çarəsizlik rejiminə keçirlər. Bu vəziyyət bizdə 4 əsas sahədə problemlər yaradır. Kognitiv, bizdə nə etsəm də faydasızdır düşüncəsi möhkəmlənir və yeni həll yollarını görmək qabiliyyətimiz zəifləyir. Emosional, yoğun təşviş, çarəsizlik və ya kədər hissi yaranmağa başlayır. Fizioloji, bədəndə xroniki stres və tükənilmişlik əlamətləri ortaya çıxmağa başlayır. Yaxşı, bəs niyə bəzi insanlar çətinlik qarşısında tez təslim olur, bəziləri isə yenidən ayağa qalxa bilirlər? Seligmana görə başımıza gələn mənfi hadisələri necə şərh etməyimiz depressiyaya düşüb-düşməyəcəyimizi müəyyən edir. Əgər siz mənfi hadisələri bu 3 çərçivədə izah edirsinizsə, öyrənilmiş çarəsizlik tələsindəsiniz. Daxili, problem məndədir, mən bacarıqsızam. Daimi, bu vəziyyət heç vaxt dəyişməyəcək, həmişə belə olacaq. Və ümumi, təkcə bu işdə deyil, mən həyatın hər sahəsində uğursuzam. Məhz bu pessimist düşüncə tərzi insanı addım-addım depressiyaya aparır. Bəs çıxış yolu nədir? Yaxşı xəbər odur ki, çarəsizliyi öyrəndiyimiz kimi ümidsizlikdən çıxmağı da öyrənə bilərik. Buna psixologiyada öyrənilmiş nikbinlik deyilir. Fikirlərinizi sorğulayın. Bir uğursuzluq olduqda mən həmişə beləyəm demək əvəzinə, bu sadəcə bir situasiyaya xas idi deyə düşünün. Kiçik addımlarla başlayın. Nəzarət edə biləcəyiniz ən kiçik sahədən nəzarəti yenidən əlinizə alın. Mənfi şablonları qırın. Uğursuzluğun daimi deyil, müvəqqəti olduğunu özünüzə xatırladın. Unutmayın, keçmişdə nəzarət edə bilmədiyiniz situasiyalar sizin bugünkü potensialınızı müəyyən etmir. Bugün qapılar açıq ola bilər. Sadəcə baxış bucağınızı dəyişməlisiniz.